Süleyman ibn Sürət adını eşitmişsiniz. Gəlir İmam Həsən əleyhissalamın dövründə İmam Hüseyn deyir ki, o qiyam eləmir, sən qiyam elə. Qalx. Bu bilirsiniz, Əhl-i Beyt tərəfdarlarından misal çəkirəm, sizə başqalarından yox. Deyirsən qalx, deyirsən başa düşmürsən ki, imamdır, o mənim imamımdır. Sən imamətə bağlanmamısan, sən cihad aşiqisən. Cihad istəyirsən. Sən imamət başa düşmürsənsə, bu adam mənim imamımdır, sənin imamın olduğu kimi. Mən necə ondan qabağa keçə bilərəm? Qalır belə gedir, İmam Həsən deyir, ey ya müzilləl müminin, ey möminlər zəlil eləyən, getdin sülh imzaladın falan elədin. İmam Həsən də bunlara qalır, nə desin? Vəli bu dərəcədə məzlum idi, öz tərəfdarları içində. Bu şey deyir, ondan sonra İmam Həsən şəhid olur, yenə gəlir İmam Hüseynin yanına. Deyir ki, qalx qiyam elə də, daha İmam Həsən yoxdur. Deyir, axı İmam Həsən yoxdur, şərait həmin şəraitdir. İmaməti başa düş, imamət. İmam Həsən yoxdur, yenə də şərait həmindir. O necə sülhdəydim, mən də Muaviyə ilə sülhdəyəm və bu şərait dəyişmirsə, mən də yolumu dəyişməyəcəm. Sonra Yezid gəlir hakim olur. Yezid hakim olanda birinci məktub yazanlardan yenə də Süleyman ibn Sürət Xuzai iki məktub ki, yaxşı indi gəl, imam deyir, yaxşı indi gəlim. Gəlməmişdən qabaq da adamımı göndərim, naibimi göndərim. Gəlir əvvəl ona dəstək verir, sonra indi deyirlər, yaxşı gedək Kərbəla, deyir, hə, getmək lazım. Deyirlər, gedək, deyir, hə, getmək lazım. Kərbəlada Süleyman yoxdur. Bu ki, bütün günü deyər, başımıza aparırdı ki, ona hörmət eləyir, tarixi şəxsiyyətdir, Allah rəhmət eləsin. Amma əl çəkmirdi ki, gəl, indi də məqamında yoxdur bu. Niyə yoxdur, mən bilmirəm. Elə hey deyirdi ki, hə, getmək lazım, hə, gedək, başa düşmürəm, nə baş verdi. Gedək, dur, getdə bu 100 dəfə gedək deməkdənsə. Ondan sonra İmam Hüseyn şəhid olur, sonra gedir Təvvabin qiyamını rəhbərlik eləyir və orada şəhadətə çatır, öldürülür. Yəni, mən yaxşılardan misal çəkdim. Bir dənədən siz götürün vəziyyəti. İmamların hamısının vəziyyətini. Fürsət olmayacaq mən bunların hamısını sizə izah eləyim. Özünüz tarixi oxuyun. Dünən mən baxırdım İmam Sadiqin o Əbu Müslim Xorasaninin hadisəsi falan. Yəni, bunlar hamısı onu göstərir ki, imamların getdiyi yolun aliliyini və onların başa düşülməməsini, vilayət mövzusunun həmişə cəmiyyətdə qərib olmasını.